Salam əziz kanal izləyicilərimiz, kanalımızda xoş gördük sizləri. Bu günlərim sizlərə toyuqlarda, çolpalarda olan mövsümi xəstəliklərdən biri tənəffüs yolu xəstəlikləri haqqında danışmaq istəyirəm. Hansı ki, el arasında biz buna xırıltı, qıxıltı, pıqqıltı, nə bilim bu kimi səs dəyişkənliyinə səbəb olan ağciyər tənəffüs yolu xəstəlikləri haqqında qısa da olsa məlumat vermək istəyirəm. Onların müalicəsi haqqında danışmaq istəyirəm. Mövzuya keçməmişdən əvvəl kanalımıza abunə olursunuz, kanalımızı paylaşırsınız ki, sizi kimi digər izləyicilər də paylaşdığımız məlumatlardan yararlansınlar. Bu arada bizim TikTok səhifəmizdə Ferma A yazaraq ekranda gördüyünüz loqolara daxil olaraq iki səhifəmiz var. Hər ikisini izləyə bilərsiniz. Beləliklə, keçək əsas mövzumuza. Deməli, kiçik yaşda olan cücələrdə və böyük yaşda toyuqlarda hansı səbəbdən tənəffüs yolu xəstəlikləri əmələ gəlir, eləcə də xəstəliyin müalicəsində hansı dərmanlardan istifadə etməliyik və bir də xəstəliklə mübarizə tədbirləri, profilaktik qaydada nələri etməliyik, bu barədə danışmaq istəyirəm. Deməli dostlar, həm kiçik yaşda olan quşlarda, yəni cücələr haqqında danışıram, həm də toyuqlar haqqında danışıram ki, birinci növbədə tənəffüs yolu xəstəlikləri otağın olduqları yerin tozlu olmağından irəli gələn bir məsələdir. Hansı ki, yer çox tozludur. İkinci bir məsələ, otağın havalandırılması çox zəif olanda da olur bu. Xüsusən də qış aylarında toyuqlar haqqında danışıram ki, müəyyən quş sahibləri toyuqların havalandırılmasını düzgün təşkil etmirlər. Niyəsini izah edeyim. Çöldə havanın soyuqluğunu görüb, toyuqların qapı pəncərəsini kip şəkildə bağlayırlar. Hətta klyonka tutanlar var, ümumiyyətcə hava daxil olmur toyuqların olduğu yerə, yəni ki, hinə. Bunun nəticəsində də havalandırma zəifləyir, oksigen mübadiləsi zəifləyir və burada da patogen mikrobların inkişafı üçün şərait yaranır. İkinci bir məsələ, toyuqların bədən temperaturu 40-41 dərəcə olur və məsələ bundan ibarətdir ki, biz onun yerini isti eləyəndə səhər tezdən də qış mövsümü ilə əlaqədar olaraq soyuq havaya buraxdıqda toyuqlar xəstələnməyə başlayır. Yəni suni şəkildə toyuqları biz özümüz xəstələndiririk. Çünki toyuqların tüklərinin arasında isti hava axını olur və biz də bunu suni şəkildə pozuruq. Və beləliklə toyuq cücənin bədən temperaturu otaq şəraitinə uyğunlaşır. Buna görə də səhər tezdən çölə buraxdığımız zaman toyuqları soyuq hava axınına məruz qalır və bunun nəticəsində də toyuqların xəstələnməyinə səbəb oluruq. Digər bir səbəbdən, indi biz nə etməliyik? Toyuqlar üşümədiyinə görə skvaznyak eləməmək şərti ilə külək gəlməyən istiqamətlərdən bir və yaxud da ki, bir neçə, belə deyək ki, pəncərəmi, forçuqamı açıq hava gələn yer qoymalıyıq. Nə qədər şaxta olsa da, nə qədər soyuq olsa da, biz toyuqların yerində havalandırmanı həmişə düzgün şəkildə təşkil etməliyik. Digər bir səbəbdən də toyuqlar kontagioz yolla yoluxurlar xəstəliyə. Kontagioz yolu nədir? Yəni kontakt yolu vasitəsilə, hansı ki, kənardan, bazardan quş alıb gətiririk və yaxud da ki, kimsə bizə pay verə bilər toyuq cüzə və yaxud da ki, qonşunun xəstə toyuğu bizim həyətə keçə bilər. Yəni bunlar bir-birindən kontakt yaradır. Hava damcı vasitəsilə, ağız suyu vasitəsilə, göz yaşı vasitəsilə həmin xəstə quşlar bizim toyuq cüzəni xəstələndirə bilir. Cücələrdə, toyuqlarda xəstəlik əlaməti ağzını açıb yummaq, çətin nəfəs almaq, asqırıq, burun göz axıntısı, xırıltı, qıxıltı, səs kobudlaşması, səs dəyişkənliyi və bundan əlavə olaraq deməli gözündən, ağzından selikli eksudatın axmağı, bilmirəm demədim. Yəni bu kliniki əlamətlər bizə toyuq cüzəmizdə tənəffüs yolu xəstəliyinin baş verməsi haqqında məlumat verir. Və eləcə də tez-tez dəyişən hava şəraiti də toyuqlarımızı xəstələnməyinə gətirib çıxardır. Toyuqlarımız xəstələndiyi zaman biz antibiotik olaraq, dərman olaraq hansı dərman seçimləri etməliyik ki, toyuqlarımız tez sağalsın? Deməli yoldaşlar, toyuqlarımız xəstələndiyi zaman ilk növbədə atacağımız addım ən birinci gün dezinfeksiya tədbirlərini mükəmməl şəkildə etməkdir. Dezinfeksiya tədbirlərini nəyə nəzərdə tuturam? Monqlavitdən istifadə edə bilərik. Monqlavit, məsəl üçün, cüzələrin, toyuqların içmə suyuna qatışdıra bilərik. Və yaxud da ki, ən mükəmməl dərman preparatı Virkondur. Virkondan istifadə etməklə həm virus mənşəli bakteriyal
mənşəli xəstəliklər, eləcə də göbələk mənşəli xəstəliklərin qarşısını ala bilərik. Virkon dərmanından həm içmə sularında istifadə edə bilərik, həmçinin sprey formasında toyuqların üzərinə səpə bilərik ki, bu da göz və burun dəlikləri vasitəsilə dərmanı qəbul edir və xəstəliyi dezinfeksiya etmiş oluruq. Ümumiyyətlə, Virkon dərmanı çox gözəl dezinfektantdır. Bir şey də nəzərə almaq lazımdır ki, dezinfeksiya işlərini təkcə toyuqlarımız xəstələndiyi zaman yox, hətta toyuqlarımızın sağlam olan vaxtı da tez-tez bu tədbirləri görmək lazımdır ki, deməli, ərazidə olan mikroblar, infeksiyalar, viruslar məhv olsun və toyuqlarımız gec-gec xəstələnsin. Deməli, yoldaşlar, birinci növbədə dezinfeksiya tədbirini diqqətə aldıq. Ən ilk birinci müalicə üsulumuz, atacağımız addım dezinfeksiya tədbiridir. İkinci növbədə isə antibiotik seçimlərinə başlayırıq. Antibiotik seçimləri kimi tənəffüs yolu xəstəliklərinə tilazin, enroflaksin, florfenikol və geniş spektrli antibiotiklərdən biri oksitetraskilin kimi dərman preparatları istifadə edə bilərik. Bu dərman preparatlarını içmə sularında istifadə etməklə yaxşı nəticələr əldə edə bilərik, amma hansı hallarda? Virus mənşəli xəstəliklər istisna olmaqla. Çünki virus mənşəli xəstəliklərə antibiotiklər təsir edə bilmir. Əksinə, bəzi hallarda çox rastınıza çıxıb, hətta öz toyuqçənizin də xəstəlikləri arasında rast gəlmisiniz ki, xəstəlik düşdüyü zaman antibiotik verdikcə toyuqların xəstələnməsi artır, xəstəliyi artır, daha da kütləvi şəkil almağa başlayır. Bu, virus mənşəli xəstəliklərdir. Çünki viruslara antibiotik tətbiq edərkən onlar davamlılığı, lor dildə desək, dözümlülüyü artırırlar və bunun nəticəsində də sürətli şəkildə artıb çoxalmağa başlayırlar. Bu da toyuqlar arasında xəstəliyin kütləvi şəkildə hal almasına gətirib çıxardır. Ona görə yoldaşlar, antibiotiklə yanaşı mütləq şəkildə ya yemində, ya suyunda və yaxud da ki, növbəli şəkildə vitaminlərdən və minerallardan istifadə etmək lazımdır ki, immun sistemi güclənsin. Həmçinin də qurtuluq sistemində antioksidantlarımız əlimizdə olmadığına görə müəyyən vitaminlər vardır ki, onlar antioksidant rolunu bir növ oynayır və virusların qana ifraz etdiyi toksinlərin qarşısını alır. Toksinlər də ki, toyuqların, belə desək ki, xəstə toyuqların, xəstə quşların daha da ağırlaşmağına gətirib çıxardır. Ona görə də biz mineral və vitaminlərdən istifadə etməliyik ki, bu ağırlaşmaların qarşısını asanlıqla ala bilək. Amma saydığım antibiotiklər içərisində bakteriya mənşəli xəstəliklərin sağalmağı daha da yaxşılaşır, daha da belə deyək, təsir edici xüsusiyyəti daha da çoxalır. Buna görə də bir də sayıram: tilazin, enroflaksin, florfenikol, bioksal, oksitetraskilin və digər, yəni bu kimi geniş spektrli antibiotiklərdən istifadə etməyiniz tövsiyə olunur. İndi mən bunların hamısının hər birinin bir-bir adlarını çəkmirəm, bir-bir demirəm ki, hansı qaydada istifadə etmək lazımdır. Çünki buna daha geniş zaman lazımdır. Mən sadəcə qısa məlumatlar verdim. Sizin məlumatınız oldu ki, hansı dərmanlardan istifadə etmək lazımdır və bu dərmanları da aldığınız yerlərdən, aldığınız həkimlərdən məsləhətləşin və onlar sizə düzgün şəkildə dozalanmanı məlumat versinlər. Həmçinin tənəffüs yolu xəstəliklərində müasir dərman preparatlarından doksasilindir, tilmikasindir, florfenikolun bayaq adını çəkdik, florfenikolun özüdür, bioksaldır. Bu kimi dərmanlardan da geniş şəkildə istifadə etməyiniz tövsiyə olunur.